Salam dəyərli şagirdlər. İndi PDF də hazır oldu. Mətnləri bir-bir, məsəl üçün birinci mətndə işləyib, daha doğrusu ikinci mətndə hal-hazırda işləyirdim. Birinci mətni işləyib bitirdim və yenə də sürətli bir şəkildə izahını paylaşmaq istəyirəm ki, şagirdlərimiz diqqətli oxusun. Biraz burada PDF qarışıq hazırlanıb. İnşallah videoda diqqətli olarsınız. Mən yenə də oxuyuram belə. Birinci yaysız il mətnini, yəni hal-hazırda bitirdi. İndi ikinci mətnə başlamışam oxumağa. Mümkünsə siz birinci mətni rahat yoxlayarsınız. Deməli burada diqqət eləsək, 47-ci sualda yaysız ildə, yəni mətni yəqin şagirdlərimiz oxuyub, bir də oxuyub vaxt itirməyək. Burada əvvəldə işarə qoymuş hansı cümləni çıxartsaq, bir dəqiqə üzr istəyirəm, internet bizə mane olmasın. Əvvəldə işarə qoymuş hansı cümləni çıxartsaq məzmununa xələl gələr. Burada kvadrat olan şeyə diqqət eləsək, bax yazıb. Kvadratda yazıb ki, bəs nəqliyyat vasitəsi yarandı. Sonra deyir ki, beləliklə iqlim fəlakəti texnologiyada təsir etdi. Bu kvadrat olan cümləni bilməsək, beləliklə iqlim fəlakəti texnologiyaya təsir etdi. Bu cümləni oxuyanda biz başa düşməyəcəyik. Görəsən nə mənada təsir edib? Çünki özündən əvvəl kvadrat olan abzasda yazıb ki, texnologiya, belə deyim də, velosipedin ilkin forması yaranmışdı. Bu da texnologiya bir təsiri var idi. 47-də bu baxaq hansı variantdır? Mən sizə B variantını izah edirəm. B-də 47-ci sualda D variantı. 48-də hansı cümlə ilə mətnin nəticə hissəsini yekunlaşdırmaq olar? Bir də buna diqqət edək. Yazıb, çətinliklər insanın yaradıcı potensialını üzə çıxararaq innovativ həllərin meydana gəlməsinə şərait yarada bilər. Fikir verin, insan potensialını üzə çıxarmasına səbəb olur. İnnovativ həllərin meydana gəlməsinə şərait yarada bilər. Və bunu yaza bilərik. Və gəldik nəyə? 49-a. 49-da uyğunsuzu deyirdi. Orada diqqət eləsək, məsələn, variantı çıxmaqla da rahat tapmaq olardı. Məsələn, burada bir dənə diqqətlə 3-ə baxaq. Yazıb ki, 3-də heyvanların bir qismi kəsildi. Bu həqiqi mənadır. İndi biz o məcazda necə olacaq? Taqəti kəsilmək. Amma bizə deyir ki, mətndə uyğunsuzu seç. Məsələn, tutaq ki, həqiqi mənada işlənib. Əgər verilən cümlədə həqiqi mənadırsa, bu uyğunsuzdur. Çünki yazı bax, mətndəkinə fərqli mənadır. Həqiqidirsə məcazi. Amma sualın şərtində uyğunsuz yazıb. Yəni o zaman həqiqiyə həqiqi yazmalıyıq, məcazi məcazi. Çünki bir-birinin əksi olsa, bu uyğunsuz sayılmaz. Ona görə 3-də taqəti kəsilmək məcazidir. Amma gərək burada həqiqi cümlə olmalıdır ki, biz bunu uyğunsuz götürək. Ona görə 3-dən çıxdı avtomatik və biri götürəndə cavab çıxır D variantı. Bir də nə yazıb? Deyir, yuxalar yayılır, içərisi göyərti ilə doldurulur. Yəni, yuxanı yaymaq həqiqi mənadır. Mətndə də yazıb ki, zəhərli maddələr atmosferə yayılır, bu da həqiqi. O zaman bir də cümlə də həqiqidir, mətndəki də həqiqidir. Bu da belə. 1, 4, 5 D variantı. Mən də biraz sürətli dedim. Gəldik. Biz neçənciyə baxdıq? Çünki o biri mətni ortaya girib. Bir dənə üzr istəyirəm. Biz burada neçənciyə baxdıq? 47-ni dedik, 48 dedik, 49 dedik, indi 50-ciyə gəlirik. 50-ci suala diqqət edək. Hansı fikirləri mətnə aid etmək olmaz? Burada diqqət eləsəz, yazıb ki, insan fəaliyyəti nəticəsində baş vermişdi. Xeyr, bu vulkan püskürməsi idi, təbii proses idi. Bir yanlışdır. Bizdən də yanlışı soruşur. Üstə yazıb ki, ilk nümunədir. İlklərdən biri idi, amma ilk deyildi. Ona görə 3 də yanlışdır. Mətndə yazmış ki, püskürmələrdən biridir. Sırf birincisidir deyə bir şey yox idi. Bir də yazmışdı ki, bu avtomobillərin yerini 2 təkərli nəqliyyat vasitəsi aldı. Əksinə, atlar kəsiləndən sonra velosiped ixtira olundu. Avtomobildən söhbət getmirdi. 1, 3, 5 B variantı. 51-də yazıb ki, diqqət eləyək, yaysız il yalnız, bu haqda məlumat var. Deyir, yalnız iqlim hadisəsi olmayıb, yəni dünya miqyaslı hadisələrdən biri olub, insanların həyat tərzini dəyişdirib. Bu mətndə var idi, bəli. Yəni, orada indi mən bir oxumaq istəmirəm, geniş şəkildə mətnin ortalarında var idi. Bir doğrudur. Mətndə bu haqda məlumat yoxdur. Baxaq burada, deyəsən bu 3-də yuxarıdakı, aşağıdakı 4-cü yuxarıdakı 3 olaraq biraz rəqəm qarışıq düşüb. Həmin ildə dəniz səviyyəsindəki qabarma çəkilmə mətndə yox idi. Bəlkə real həyatda olub bu hadisə olanda, amma mətndə yox idi. 3 yanlış olduğuna görə 1, 3. 4-ü niyə götürmədik? 4 var idi, o kənd təsərrüfatına ziyan vurmuşdu. Yəni, hava belə dəyişik keçdiyinə görə. 4 var idi, 3 yox idi. 1, 3 B variantı. 52-də orada taxıl sahəsinə biz orada zəmi deyə bilərik, fəlakətə bəla deyə bilərik. Sonra burada istiqamət var idi. Bir dənə, daha doğrusu üsul idi, səhv etmirəmsə. Bir dənə baxım yuxarıda mətnə. Maşallah, telefonumuz da möhtəşəmdir, yəni donmaz adı yoxdur. Aha, bir dənə baxaq, üzr istəyirəm, biraz telefon bizim əsərimizi yoxlayır.
Bax, tarixi axarın dəyişməsinə, qlobal fəlakət, qlobal bu bəla deyək də, tarixi axar istiqamətin dəyişməsi olsun. Bu taxıl sahəsi zəmi olsun. Müsabiqə də burada yazıb, biraz qəribə düşmüşdü. Bu müsabiqə. Bu da konkurs. Onda yerdə qaldı üsul. Üsul haradaydı? Y variantı. 52-də Y. 53-də 5-6-cı abzasına yeri dəyişdirirsə, 6-cı abzasda yazmışdı ki, texnologiya ilə bağlı. Bax, belə bir şey var idi. Bircə saniyə ümumiləşdirmişdi fikirləri. Fikir verin, mətnin sonunda həqiqətən də ümumiləşmə var idi. Texnologiya ilə danışırdı. Bax, diqqət edin. Bircə saniyə. Bax, yazmışdı ki, bu hadisə göstərdi ki, hava dəyişməsi, təkcə hava dəyişməsi deyil, insanın köç etməsinə, yeni texnologiyanın yaranmasına. Axı, yeni texnologiyanın yaranması, velosipedin yaranması və bədii ədəbiyyatın inkişaf eləməsi 4-cü, 5-ci abzasda idi. O zaman məzmun ardıcılığının pozulması daha məntiqli olar, düşünürük. Gələk növbətiyə. Növbətidə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Məsəl üçün, buradan belə yaza bilərik ki, nöqtələrin yerinə. Bir dənə diqqət edək. Bu gün də alimlər bu kimi hadisələrdən nəticə çıxardaraq gələcək iqlim dəyişikliğini proqnozlaşdırmağa çalışırlar. Nəticə çıxartmaq ola bilər. Yəni, bu tipli ifadələr yaza bilərsiniz. Bir dənə baxaq burada. Hər qaranlıqdan sonra işıq doğar. Məsələn, velosiped yox idi. Bədii ədəbiyyat bu qədər bəlkə də inkişaf eləməmişdi. Nə mənada inkişaf etməmişdi? Orada məsəl üçün ilk, belə deyim də, əsərin yazılması var idi. Adını da deyim burada, mətndə. Yazmışdı ki, mətndə. Bax, məsəl üçün yazıb ki, ilk roman, elmi fantastik əsər, ilk velosiped. Yəni, texnoloji yeniliklər, bədii ədəbiyyatda yeniliklər, bunlar hamısı işıqdır da. Yəni, bəzən bizə şər görünən bir şey bir xeyir də gətirə bilər. Bu şəkildə yazıb, sübutlar da 2 dənə fakt yazsanız bəs eləyər. İndi mən o bir mətni oxuyum, siz bu, belə deyim də, mətni yoxlayana qədər. Təşəkkür edirəm.